Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizin mövzusu o və bu əvəzliklərindən sonra vergülün qoyulması qaydasıdır. Qeyd edeyim ki, o şəxs əvəzliyi, bu isə işarə əvəzliyindən sonra vergülün qoyulmasından danışırıq. Çünki o amonimdir. Həm şəxs əvəzliyi ola bilir, həm də işarə əvəzliyi. Əgər o işarə əvəzliyi olarsa, özündən sonra vergül qoyula bilməz. Amma şəxs əvəzliyi olarsa, özündən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. İndi deyəcəm, yəni əgər o şəxs əvəzliyidirsə, hansı məqamlarda vergül olacaq, hansı məqamlarda isə olmayacaq. Əvvəlcə biz müəyyən eləyək görüm. O nə vaxt şəxs əvəzliyi olur, nə vaxt işarə əvəzliyi? Deməli, o şəxs əvəzliyi də ola bilir, işarə əvəzliyi də. Baxın, bura yazıram kim, nə? Yəni, mən o'ya kim və yaxud da nə sualın versəm, deməli, şəxs əvəzliyidir. Amma hansı sualın versəm, deməli, burada işarə əvəzliyidir. Təkrar deyək, baxın, şəxsin altına kimlə yazmışam. Yəni, mən o'ya kim və yaxud da nə sualın versəm, şəxs əvəzliyidir. Amma işarənin altına nə yazmışam? Hansı sualın. Deməli, o'ya hansı sualın versəm, işarə əvəzliyidir. Və işarə əvəzliyi olarsa vergül qoyula bilməz. İndi nümunə yazaq. Bir yazıram ki, o bina yenidir. Bir də yazıram ki, o yeni dəftər aldı. Baxın, birinci cümlədə o bina yenidir. Baxaq, necədir? Yenidir. Nə? Bina. Hansı bina? O bina. Baxın, birinci cümlədə o'ya hansı sualın vermişəm? Hansı sualın vermişəmsə, işarə əvəzliyidir. Çünki yuxarıda hansını işarənin altında qeyd eləmişəm. İşarə əvəzliyidir, deməli, vergül qoyula bilməz. Amma ikinci cümləyə baxıram. O yeni dəftər aldı. Nə etdi? Aldı. Kim aldı? O aldı. Burada isə o'ya kim sualın vermişəm. Kim sualın vermişəmsə, yuxarıda qeyd elədiyim kimi şəxs əvəzliyidir. Deməli, özündən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bunu necə müəyyən edirik? Yəni, kimlə sualın vermişəm. İndi bəzi nitq hissələri var ki, o'dan sonra həmin nitq hissələri gələndə vergül olur. Bəziləri var ki, həmin nitq hissələri gələndə vergül olmur. Digər səhifədən onu yazacağam, yəni qeyd eləyəcəm. İndi burada o'dan sonra sifət gəlib, sifət gələrsə vergül var. Başqa nümunə yazıram. Bir yazıram ki, o kitab maraqlıdır. Bir də yazıram ki, o kitabı verdi. Yenə birinci cümlədən başlayaq. O kitab maraqlıdır. Necədir? Maraqlıdır. Nə? Kitab. Hansı kitab? O kitab. Baxın, burada yenə də o'ya hansı sualın verdim. Hansı sualın verdimsə, əsla vergül ola bilməz. Yəni, hansı sualın verdiksə, heç baxmıram ki, özündən sonra hansı nitq hissəsi gəlib. Maraqlı deyil. Çünki hansı sualın verdimsə, vergül yoxdur. Keçirəm ikinci cümləyə. O kitabı verdi. Nə etdi? Verdi. Kim? O. Baxın, burada isə o'ya kim sualın vermişəm. Kim sualın vermişəmsə və yaxud da nə sualın vermişəmsə, baxıram görüm, özündən sonra hansı nitq hissəsi gəlib. Burada o'dan sonra isim gəlib, isim gələndə vergül var. Yəni, əsas burada biz ayırdıq ki, o nə vaxt şəxs əvəzliyi olur, nə vaxt işarə. Və qeyd elədik ki, əgər o işarə əvəzliyidirsə, yəni hansı sualın vermişiksə vergül ola bilməz. Amma kimlə sualın vermişiksə, yəni şəxs əvəzliyidirsə, vergül ola da bilər, olmaya da bilər. İndi növbəti səhifədən yazaq görüm. O şəxs əvəzliyindən və bu işarə əvəzliyindən sonra nə vaxt vergül qoyulacaq, nə vaxt qoyulmayacaq. Deməli, o, bu. Belə yazaq. Bir də aşağıdan xətt çəkim. Deməli, dilimizdə 6 əsas nitq hissəsi var.
Biz yadda saxlayaq. 6 əsas nitq hissəsindən 4-ü gələrsə vergül var, amma ikisi gələrsə vergül yoxdur. Bəs əsas nitq hissələrindən hansılar gələndə vergül var? İsim, sifət, say, zərf. Baxın, 6 əsas nitq hissəsindən 4-ünü yazdım. Yəni, bunlar gələrsə vergül var. Amma aşağıdan yazıram əvəzlik, bir də fil. Bunlar gələrsə vergül yoxdur. Amma onu qeyd edeyim ki, yəni feillərdən bir dənə feili sifət gələrsə vergül olur. Feili sifət. Deməli, əslində feil gələrsə vergül yoxdur. Amma feillərdən feilin təsriflənməyən forması olan feili sifət gələrsə vergül var. Təkrar qeyd edək, dilimizdə 6 əsas nitq hissəsi var. Bunlardan 4-ü, yəni isim, sifət, say, zərf gələndə vergül yoxdur. Daha doğrusu vergül var, amma əvəzliklə feil gələndə isə vergül yoxdur. Keçək köməkçi nitq hissələrinə. 5 köməkçi nitq hissəsi var. Bunlardan ikisi, yəni nida, bir də modal söz gələrsə vergül var. Nida, modal söz gələndə var. Amma ədad, bağlayıcı, bir də qoşuma gələrsə vergül yoxdur. Aşağıdan yazıram vergül yoxdur. Bir də onu qeyd edeyim. Xitab, yəni müraciət bildirən söz gələrsə vergül var. Daha yaxşı yadda qalsın deyə təkrarlayıram. Deməli, o və budan sonra 6 əsas nitq hissəsindən isim, sifət, say, zərf gələrsə vergül var. Amma əvəzlik və feil gələrsə vergül yoxdur. Onu da dedim ki, feillərdən bir dənə feilin təsriflənməyən forması, yəni feili sifət, təkcə feili sifət gələndə vergül var. Sonra keçək köməkçi nitq hissələrinə. Köməkçilərdən nida və modal söz gələrsə vergül var. Niyə görə var? Çünki nida, modal söz cümlənin əvvəlində gələndə özündən sonra, cümlənin ortasında gələndə hər iki tərəfdən, cümlənin sonunda gələndə isə özündən qabaq vergül qoyulur. Yəni, o və budan sonra nidana modal söz gələrsə, bu vergülün qoyulma səbəbi elə nidana modal sözün özüdür. Yəni, onlar varsa vergül olmalıdır. Amma ədad, bağlayıcı, qoşuma gələrsə vergül yoxdur. Bir də burada qeyd eləmişəm xitab, yəni müraciət bildirən söz gələrsə vergül var. İndi digər səhifədən nümunələr yazaq. Deməli, o əlbəttə bunu bilir. Əvvəlcə biz baxmalıyıq görüm, o hansı suala cavab verəcək? Çünki bayaq qeyd eləmişdik ki, kim nə sualın versə, baxıram görüm özündən sonra hansı nitq hissəsi gəlib. Yəni, kim nə sualın versən vergül ola bilər. Hansı sualın versən vergül ola bilməz. Nə edir? Bilir. Kim? O. Baxın, burada kim sualın verdim. İndi nə edəcəm? Baxacam görüm özündən sonra hansı nitq hissəsi gəlib. Əlbəttə. Əlbəttə modal sözdür. Bayaq demişdik ki, modal söz gələrsə vergül var. Və modal söz cümlənin ortasındadırsa, hər iki tərəfdən vergül qoyulacaq. Başqa nümunə yazıram. O gedir. Nə edir? Gedir. Kim? O. Burada nə olsun ki, mən o'ya kim sualını vermişəm? Bayaq qeyd eləmişdim ki, özündən sonra feil gələndə vergül yoxdur. Yəni, qoyulmayacaq. O mənim bacımdır. Yenə sual verək. Mənim bacımdır. Kim? O. Kim sualını vermişəm, bəli. Amma özündən sonra əvəzlik gəldiyinə görə vergül olmayacaq. İndi keçək bu'ya aid yazaq.
Bu maraqlı əsərdir. Deməli, sual verək. Nədir? Əsərdir. Nə bu? Baxın, nə sualın vermişəm. İndi baxıram, görüm, özündən sonra hansı nitq hissəsi gəlib? Maraqlı, yəni sifət gəlib. Bayaq yazmışdıq ki, sifət gəlibsə, onda vergül qoyulacaq. Başqa nümunə yazıram. Bu sənin qələmindir. Sənin qələmindir. Nə bu? Yenə də buya nə sualım vermişəm? Baxıram, görüm, özündən sonra hansı nitq hissəsi gəlib? Sənin, yəni əvəzlik gəlib. Əvəzlik gəlibsə, vergül qoyulmayacaq. Yəni, belə bunu əzbərləmək lazımdır. Təkrar edirəm. Əgər o-ya və yaxud da bu-ya hansı sualım vermişəmsə, vergül qoyulmayacaq. Amma kim nə sualım vermişəmsə, özündən sonra baxacam, görüm, hansı nitq hissəsi gəlib? İsim, sifət, say, zərf, fe'li sifət, nida, modal söz, xitab. Bunlar gəlibsə, vergül var. Amma kim nə sualım vermişəm, özündən sonra fe'l gəlibsə, əvəzlik gəlibsə, qoşma, bağlayıcı və ədat gəlibsə, vergül qoyulmayacaq. Bir də bir məqamı qeyd edeyim. Bayaq dedim ki, o və budan sonra modal söz gələndə vergül var. Amma deməli, bu modal sözlərdən əvvəl və sonra vergül qoyulmur deyə qoy yazım. Sanki, elə bil və yaxud da elə bil ki, bir də güya. Baxın, bunlardan nə əvvəl, nə də sonra vergül qoyulur deyə, yəni əvvəl də vergül qoyulmur, sonra da vergül qoyulmur deyə, o və budan sonra bu modal sözlər gəlsə vergül olmayacaq. Məsələn, yazıram ki, o sanki məni səsləyir. Nə edir? Səsləyir. Kim? O. O-ya kim sualım vermişəm. Özündən sonra modal söz gəlib. Bayaq demişdim ki, modal söz gələndə vergül var. Amma baxın, yuxarıda qeyd eləmişəm. Sanki, elə bil ki, bir də güya. Bu modal sözlərdən əvvəl və sonra vergül qoyulmur deyə, o-dan sonra sanki gələndə, elə bil gələndə, güya gələndə vergül qoyulmayacaq. Ona görə burada o-dan sonra vergül qoyulmur. Belə, o və budan sonra vergülün qoyulmasına bağlı dərsimiz bu qədər. Növbəti dərslərimizdə görüşərik. Sağ olun.